şeir yaz dedi. Bir dəfə yox, dəfələrlə. Mən yazmadım. Anidən şeir yaz deyiləndə hər şair kimi yaza bilmirəm. Bəs ilham, bəs duyğu, hanı səmimiyyət kimi yanlışlara düşürəm. Sonuncu doğum günündə də mənə şeir yaz dedi. Yazmadım. İndi ölüm günündə onu şeirlandım. O sözü xatırladım, nə olsun. Peşmançılığım bu şeiri də, sənəti də çirkləndirir. Sevgi nədir? Sevgi ölümlə böyüyən acı bir kədərdir deyirəm. Başqalarına həyat olan, başqalarına həyat quran bir qadının yaşanmamış həyatını üzülürəm. Bu ölümlə, kədərlə mübarizə deyil, yaşanılması mümkün olan, yaşanılmayan, yaşanmasına icazə verilməyən həyat yolları ilə mübarizədir. Kiçikdən böyüyə bir kəsi incitmədi, incitmək istəsə də bacarmadı ki, bacarmazdı. O yaxşı insan deyildi, dünyalar yaxşısı idi, amma həyat amansızdı. Hər şey içinə atdı, içinə atdıqları da bir xəstəlik cildində onun canını aldı. Kim istərdi ölməsini? Sadəcə adı ilə də huzur verən bir qadının. Amma dualar var. Allah canını tez al, çox əziyyət çəkməsin. Dərdi qəmi böyüməsin, əzab verməsin. Böyük qəlbli insanların, bu qadının kiçik qəlbli, bəlkə də qəlbsiz insanlarla savaşını görmək istəməzdim. Güclü, zəif, yaxşı və pis yalan oldu. Ölüm qalib. Mən doğum günü təbrikini yaza bilmədim də, 2 sətir savaşında qalib gəlmədim də, o qadının həyatla mübarizəsi mənə ilham oldu. Amma kədər biçimində. O şeiri yazsaydım, indi vicdanım təmiz idi. Amma mən də vicdansızam hamı kimi. Həyat səhnəsində bir qadın daha öldü. Çox sevdikləri tərəfindən sevilməmiş. Uzaqlarda hamının heyran qaldığı, uzaqların sevdiyi bir qadın. Ürəyini titrətmədi və digər xanürəklər ona bənzəmək yerinə onu görməməyi, yox etməyi, səhv etməyi seçdilər. Tanrı səhvləri hara qədər bağışlayır? Bax, bu da oldu, bax. İlhamsız şeir yazmazdıq. İndi ölüm əl qolumu bağlayır. İndi ölüm mənə şeir yazdırır. Tanrı bu qadını gözəllik ölməsində yaratdı. Qadın o gözəlliyə bir məna daha qatdı. Zaman keçdi və ölüm bu şeiri yazdırdı. Şeirin son misrasında pıçıldadı divarlar. Gözəllik əbədi deyil. Getmə gözəllik. Ya da get və sevildiyin yerdə qal.